Müharibə başlanan gündən bizim hərbi hissə ilk hücuma keçən hərbi hissələrdən biri olub. Həmin hərbi hissənin tərkibində biz şəhidlərimizi, yaralılarımızı çıxarılmasında iştirak eləmişik. Mən müharibədə olanda dərk elədim ki, vətən sevgisi hər şeydən güclüdür. Biz təkcə torpaqlarımızın uğrunda yox, həm də gələcək nəsillərin xoşbəxtliyi uğrunda mübarizə apardıq. Bu qələbə yalnız hərbi uğur deyil, həm dövlətçilik ənənələrimizi, həm həmrəylik, həm də birliyimizin təntənəsi oldu. 2021-ci ildə Şuşa şəhərində oldum. Çox həddən artıq sevindim. Antiterror döyüşlərindən sonra Xankəndində cənab prezidentimizlə Mehriban xanımla görüşümüz oldu. Müharibədən sonra təzədən xəstəxanada tibb qardaşı kimi fəaliyyətimi davam etdirdim. 2023-cü ildə mənzil təminatım oldu. 2022-ci ildə avtomobillə təmin olunmuşam. Bugünkü gündə işləyirəm. Prezident təqaüdü bir də xüsusi şərtlərlə pensiya təyinatı olunub.